Salam, hər vaxtınız xeyir olsun. Bugün beynəlxalq çay günü olduğunu bilirdinizmi? Əgər bilmirdinizsə, çayınızı süzün və yaxın əyləşin. Çünki mən sizə bugün çay haqqında maraqlı bir ifadədən danışacağam. Təsəvvür edin, xarici bir dostunuzla oturub çay içirsiniz. O sizə deyir, spill the tea. Bu zaman əlinizdəki çayı əsla masaya dağıtmayın. Çünki hərfi mənası çayı dağıtmaq kimi səslənsə də, bu zaman bütün şayələri, gizli qalan sirləri ortaya tökmək, şirin dedikodu eləmək, qeybətləşmək mənasını verir. Gəlin baxaq cümləmizə. İlk cümləmizdə I have some juicy gossip, so let me spill the tea. Bunun mənası məndə çox maraqlı dedikodu var. Gəl qeybətləşək. Gəl həmin sirləri sənə açım mənasındadır. Və yaxud təsəvvür edin ki, siz hər hansı bir xarici qrupdasınız. Bu zaman bir qrupda olan şəxs sizə deyir, what is the tea? Bu zaman siz çayı armudu stəkanda sevirən və yaxud hər hansı bir başqa bir cavab verməyə ehtiyac yoxdur. Çünki o sizdən əslində içdiyimiz çay haqqında deyil də dedikodulardan nə xəbər olduğunu soruşur. Bu qədər düşünürəm ki, sizin üçün də maraqlı oldu. Növbəti dərs izahlarında görüşənədək beynəlxalq çay gününüz mübarək olsun.